Bugün biz Tərəqqi TV komandası olarak Şabran rayonuna gelmişik. Şabran rayonunda bir şəhidimizin anası, yani itkin düşmüş şəhidimizdir. 1994-cü ildə Mirzəyev Rahib Ağaseyidoğlu. Mahirə xanımın ailəsindəyik hal-hazırda, həmin şəhidimizin ailəsində. Bildiyimiz kimi möhtərəm prezidentimiz 30 il bundan öncə itkin düşmüş şəhidlərimizi, Allah hamısına rəhmət eləsin, qəni-qəni onlar üçün şərait yaradıb ki, bugün onların itkin düşən şəhidlərimiz tabutları öz valideynlərinə, ailələrinə təhvil verilsinlər. Şəhidimiz Mirzəyev Rahib də həmin sıralarda olan şəhidlərimizdəndir. 1994-cü ildə Ağdərə istiqamətində, Murovdağ istiqamətində itkin düşmüşdü. Mahirə xanımın qonağı olduq və bu barədə geniş şəkildə öyrənmək istədik ki, bildiyimizə görə bir ildir həmin Mirzəyev Rahib şəhidimiz, Allah rəhmət eləsin, öz ailəsinə təhvil verilmişdir. Biz də bu barədə Mahirə xanımın özü ilə görüşüb şəhidimiz haqqında məlumatları öyrənmək istədik. Mahirə xanım, salam. Biz bugün çox sağ olun, xoş gününüz olsun. Sizə gəlməkdə məqsədimiz məqsədimiz odur ki, bu şəhidimiz haqqında siz bir ana olaraq öz təəssüratlarınızı bölüşəsiniz. Buyurun. 1971-ci ildə anadan olub, sentyabr illiksə. Sonra da böyüyəndən sonra balam əskər gedib, Germaniya çəkib əskər gedib. Oradan gələndən sonra da o deyib, nə, vətənə görə mən getməliyəm. 91-ci ildə getdi döyüşə, Ağdama. Könüllü gedib bildiyimiz kimi. Bəli. 3 dəfə bıraq gedib. Bəli. Ağdamda da vuruşub. Orada da qolu yaralandı, gəldi. Mən çox şey elədim. Bala getmə, yazıqsan. Gedib sən görəcəksən, mən səni tapa bilməyəcəm. Dedim, o adam öləndə də kişi kimi ölsün. Sonra gedib Kəlbəcərdə apardılar o Mirov dağına. Orada da vuruşub. Ondan sonra bundan xəbər olmadı. Çox xəbər gəldi. Yaralanıb, ya belə olub, yoxdur. Nə ölsün tapdıq, nə dirsini. İndi Allah köməkləri olsun. Yeri çıxdı Gəncədə. Allah prezidentləri. Neçə ildən sonra da, yəni 30 ildən sonra. Bəli. 30 ildən sonra mənim gözüm oldu. Vallahi məni qınamıyor. Pəncərədən baxırdım, onu oxşar oğul tapmırdım. Bir bəlkə də uşağımdır. Gələr, ancaq yox. 30 ildən sonra Allah kömək olsun. Allah can sağlığı versin prezidentimizə, cəmaatımıza. Onun yeri çıxdı. Mən nə qədər söyündüm. O yeri çıxanda ki, axır ölsün də olsa mən tanıyım. Hamı qəbir üstə gedir, ölü yerinə gedəndə, vallahi mən utanırdım. Deyirdim, hələ görsən mən də gedib qəbir tanıyacağam. Mənim də balamı tapacaqlar. İnanmırdım. Deyirəm, mənim ömrüm qalırmış ki, mən o balamı görüm. Özünü canlı da görməsəm, axır qəbirini gördüm də. İndi mən də gedirəm mən o qəbir üstünə, balamın qəbrinin üstünə. Allah can sağlığı versin. Allah Teala prezidentimizə, öz cəmaatımıza, katibimizə, bütün millətə, onlar mənə dəstək oldular. Onlar mənə qardaş oldular. Vallahi onlar mənə kömək edib, mən o balamı gətirdim oradan. Aparıb onu mənzil başına mənə çatdırdılar. Allah can sağlığı versin. Neçə müddətdir sizə təhvil veriblər? 10 aydır. 10 aydır təhvil veriblər mənə. Allah sizə səbir versin, Allah rəhmət eləsin. Siz bir şəhid anası olaraq, yəni istədiyiniz bizdənmi, dövlətimizdenmi, nə istəyərdiniz? Bilirəm, mən ailəli olduğuma görə, balalarım ailəlidir. Mənim Allah tutmur, darısqal yerdir. Hökumətin atdığı bir balxumdur, mən burada yaşayıram. Yəni, mənim bir o ailəsi də var mənim üstümdə. Mən istəyirəm ki, mənə köməklik olunsun. Mən heç olmasa nə qədər ölürəm. Yəni, bu evdə 2 ailə yaşayır, 2 oğlunuz, ailə, uşaqlar çox böyük bir ailədir də. Ailədir, hə. Ona görə də mən istəyirəm ki, heç olmasa 5 gün mənə ömür veribsə Allah Teala, bəlkə qulağı dinc yatım. Ona görə də mənim əsəblərim düz deyil. Ona görə mən hökumətdən, prezidentdən xahiş edirəm ki, məni nəzərə alsınlar. Yəni, sizi bir evlə təmin eləsinlər. Bir evlə təmin eləsinlər mənə. Ümidvaram ki, lazımlı orqanlar, qurumlar sizin səsinizi eşidib, sizin səsinizə səs verər və sizi bir evlə təmin edərlər. Mən bunu ümid edirəm. Versələr Allah köməkləri olsun. Vallahi. Nə hayır. Balamı tapıb gətiriblər, bir söyünürəm. Öyle də versələr, bəlkə bir dincələrəm ki, mən də o evdə bir gecə yatım.
Vallahi istirahətim yoxdur. Mənim 75 yaşım var. Nə ömür qalıb mənə ki, mən bir dəqiqə mən belə deyək rahat oturmalıyam. Ancaq rahat oturmuram. O uşağın səsindən. Allah sizə can sağlığı versin. Yəqin ki, sizi evlə təmin eləyərlər. Biz inanırıq ki, bizim möhtərəm prezidentimiz, lazımlı orqanlar, qurumlar sizin bu səsinizi eşidər və sizi evlə təmin eləyər. Çox sağ olun. Allah sizə səbir verib. Bu 30 ili dözmüsünüz. Yəni biz Vallahi bir söyünmüşəm ki, mənə bala gətir veriblər. Əlimə çatdı balam. Bir də söyünüm ki, cümsağa bir daxma versinlər mənə. Allah sizə səbir versin. İnşallah ki, yəqin ki, arzunuza çatarsınız. Allah sizə həmişə can sağlığı versin. Öz oğlunuzla qürur duyasınız. Yəni bu vətən üçün döyüşüb, canını verib. Biz onların qarşısında həmişə baş əyirik şəhid ailələri qarşısında və sizə də kömək eləmək üçün bugün biz buradayıq. Və mən də üzümü tuturam lazımlı orqanlara, qurumlara ki, yəni bu şəhid anamıza dəstək olaq, kömək edək və heç olmaya bir otaqlı ev də olsa bu xanıma verilsin, Mahirə xanıma və onu sevindirək. Bir oğul itirib, vətən üçün döyüşüb oğlu, bizim torpaqlarımız uğrunda canını fəda eləyib. Biz də onu bir dəstək olaraq sevindirək. Mahirə xanım, başqa sözünüz varsa, buyurun yenə də. Çox sağ olun. Mənim bir dənə o idi ki, axır mənə bir ev verilsin. Çox sağ olun. Təşəkkür edirik. Olsa bilərəm ki, çəkili bir qrandı bəlkə də dərdimi deyib ağlayaram, ancaq yoxdur.